Suverenliyimizi təmin edənlər kitabı sadəcə mənim 8-ci kitabımdır və bu kitabda hər bir şəhidimizin həyat yolunu və döyüş yolunu son dərəcə sadə, səmimi, həmçinin ensiklopedik bir dillə yazıya almağa, qələmə almağa çalışmışam və inanıram ki, gələcək nəsillər bu kitabı öyrənib bundan illər sonra da şəhidlərimizi yaşatmağa çalışacaqlar. Yəni bir ensiklopedik bir məlumat mənbəyi kimi də bu kitab istifadə olunacaq. Şəhid olmuş oğullarının haqqında geniş məlumatlar var. Zəngin dünya görüşünə malikdir, sevindik. Və eləcə adicə şəxsən bizim Xaçmaz rayonunda, mən özüm Xaçmaz rayonundanam, 12 şəhid haqqında o kitabda məlumat var. Qəhrəmanlarımızı tanıtdırmaq üçün ən gözəl yer dərsliklərdir, məktəbdir, kitabxanadır. Ancaq təhsillə, oxumaqla biz qəhrəmanlarımızı daha yaxından tanıyarıq. Suverenliyimizi bərpa edənlər, həqiqətən kitabın adı mənə biraz çox toxundu. Bu oğullar, elə bir oğullar olublar ki, elə sağlıqlarında biz onlarla fəxr eləmişik. Həqiqətən, yəni Rasim mənim öz məktəbimizin məzunu olub. Rasimin haqqında ali məktəbi bitirib, Rasim haqqında heç vaxt negativ hallarla rastlaşmamışıq. Heç vaxt sanki seçilmişlərdir.